Qədirxum susmamalı olduğumuz həqiqətdir. Hər il Qədirxum yaxınlaşanda bir sual vicdanımızda səslənməlidir. Əgər Peyğəmbər Qədirdə dayanıb haqqı bəyan etmişdisə, mən bu haqqı kimlərə çatdırıram və necə çatdırıram? Qədirxum sadəcə bir tarix deyil. Bu gün insanlığın rəhbərsiz qalmaması üçün Allahın sonuncu elçisinin son böyük əmanətini ümmətə çatdırdığı gündür. Bu bir rəhbərin deyil, bir yolun, vilayət yolunun elanıdır. Bu günlərdə Qədir hadisəsini tanıtmaq, paylaşmaq, öyrətmək və təbliğ etmək bizim üzərimizə düşən bir əmanətdir. Bu paylaşımı paylaşmaq, bir hekayə yazmaq, bir video çəkib paylaşmaq, bu barədə bir şəkil düzəldib paylaşmaq, düzəldilənləri paylamaq, bunların hamısı bir təbliğdir. Əgər Qədir tanıdılmasa, vilayət gözdən düşər, vilayət unudular. Əgər vilayət susturulsa, İslam ruhsuz qalar. Gəlin bu il fərqli olaq. Qədirxumu təkcə qeyd etməyək, onu yaşadaq. Gəlin təbliğ edək. Həqiqət susmamalıdır.